Salam, hər kəsə. Bu gün sizinlə birlikdə yazın oğlan çağında mətnini sizə başa saracağım. Bəs tapşırıqları işləyəcək ki, yorum başlayaq. Vaxt bitirmədən mətni oxumağa. Yazın oğlan çağı. Niyə təəccübləndici? Yəni demək istəyirsiniz, yazın oğlan çağı olmur. Olur, qış kimi yazın da oğlan çağı olur. Bu ilə nə vaxtdır ki, gül-gülü bülbül çağırır. Üfüqdən boylanan günəş qızıl saçaqlarını ətrafa səpəlir. Quşların cəhcə hər tərəfə yayılır. Çiçəklər də atılıb baxdanı birə tərpədib ki, gəl görəsən. Burada çoxlu gül var, amma qızıl güllərin ətri gözəlliyi ilə seçilir. Səhrayı qırmızı, sarı ləçəkləri olan qızıl güllər sanki bəhsə girib bütün bağçayı daha çox ətir yayacaq. Gözəlliyi ilə göz qamaşdıran qızıl güllərin ətrafında aralar və bülbüllər dolaşır. Bülbüllər qızıl gülün tikanlarına məhəl qoymaqda onun budağına qonur. Dərindən nəfəs alaraq ətrin ciyərlərinə çəkilər. Sonra gözlərini yumaraq öz sevgi nəğmələrini oxuyurlar. Bəzən qonduqlarında budağın tikanlarını sinələrinə didib dağsa da, yəni də şövqlə oxuyurlar. Sanki hamıya sübut etməyə çalışırlar ki, sevdiklərinin yolunda hər cür əzabada belə hazırdırlar. Arılar isə güllərdən şirə çəkməklə məşğuldurlar. Onlara başqa heç nə maraqlandırmır. Heç beşər vaxtları olur ki, hər bir nəğmə oxusunlar. Taksi qanlarının titrəməsindən gələn zəif bir vızıltı ətrafa yayılır ki, onu da eşidənlər ya qorxudur, ya da bezdirir. Arılar növbə ilə qızıl gülün tən ortasına qonur. Ətirli şirəsindən çəkir, sonra uçub gedir. Harda söz işlərini boşaldıb təzdən qayıdırlar. Onlar elə düşünürlər ki, təbiətdə ən faydalı canlıdırlar. Bülbüllərin səhərdən axşama dək boş bekar oturub oxuması onları qıcıqlandırır. Niyə bu səfəh quşlar bir işlə məşğul olmur? Nə qədər oxumaq var axı? Həmişə də eyni nəğməyi oxurlar. Bezmirlərmi? Görəsən, bir bizə baxsınlar. İşimizlə həm özümüzü xoşbəxt olur, həm də başqalarını sevindirir. Bir dəqiqə. Ən pis şeydir bu. Bunu belə aşağı vermək. Baxın, da ötəri də olsa aralar öz vızıltılarını dayandırıb bülbüllərin nəğməsinə qulaq asır. Bir anlıq fikirlər gedirlər. Sonra isə gülümsəyərək başlarını bular. Yenidən öz işlərinə davam edirlər. Əlbəttə nəğmə gözəldir, hətta çox gözəldir, amma nə xeyri. Nəğmə ilə insan heç vaxt qarnını doymur. Bülbüllər cəhdələrini davam edərək arılara baxır. Fikirləşirlər ki, bu balaca varlıqlar nə qədər qarın qondur, heç dincəlib eləmirlər. Bir dayansılar, nəfəs desinlər, yox ki, yox. Elə işləyirlər, ha vızıltılara hamı bezdirir. Biz nəğmələrimizlə hamının çölünü oxşayırıq. Əslində bu vızıltıları üzərində biraz çalışsalar, lap elə nəğməyə çevirə bilərlər. Onlar bu mənası işlərinə təkcə oxumaqla məşğul olsaydılar, beləliklə bu bağçanın yaxşı konsert təşkil eləmək olardı. Qızıl güllərin bülbülləri cəhcəhdə qulaq asır, arıları həvəslə işləməsinə baxır və sevindikcə dostlarının faydalı işlə məşğuldur. Bir nəğməsi ilə digər zəhməti qəlblərə yol tapır. Elə qızıl güllər isə xoşbəxtləşir. Çünki dostlarının şövqlə oxumasına, həvəslə işləməsinə səbəb odur qızıl güllər. Aha, bitdi. Keçir söz bağçasını tez-tez oxudum, üzr istəyirəm. Çünki bu sizə görə idi tez-tez oxumağım. Yəni heç kim inciməsin. Tez oxuduğum üçün də kim inciyəcək ki? Aha, indi çağ sözünün mənası nədir? Çağ dostlar, zaman və vaxt deməkdir. Yazın. Zaman. Çağ zaman və vaxt deməkdir. Zaman və vaxt. Boş, bekar, işsiz, gücsüz. Burada da yazmalıdır, burada yazın. Gücsüz, işsiz, gücsüz. İşsiz, gücsüz adama boş bekar deyirlər. Şövqlə, həvəslə. Bunlardan özdə birin söz bağçasında sizə verəcəm ki, sezirsiniz. Şövqlə, həvəslə, bəhsə girmək. Bu uzundur. Bunu sizə verirəm. Aha, bəhsə girmək birsiz halsın mənada. Deyirlər, elə bir ki, mən testdə A variantı deyirəm, sən B variantı deyirsən. Deyək, Zəhra A deyir, Zeynəb B variantı deyir. Aha, deyirlər, gəl iddialaşaq da görək, hansı düz çıxacaq. Bilmirlər axı cavabı. Onlar da deyirlər, yaxşı, gəl, problem deyil. İddialaşırlar, axır sabahı ya A düz olur, ya B düz olur. Başa düşdünüz bu mənası. Sonra, sizcə yazın ən gözəl vaxtı haqqında yazın oxunan mənasını ifadə etmək olar mı? Fikrinizi əsaslanır. Bəs siz yaz haqqında hansı ifadələri işlədərdiniz?
Aha, mən yazım indi bura sizin üçün hər birini. Bir dəqiqə. Belə eləyim ki, daha yaxşı yaza bilim. Mən zaten bəli deyirəm. Yazıram. Bəli. Mən niyə indi belə yazdım ki, pravo elə deyim deməksə. Bəli, işlətmək olar uşaqlar. Çünki arıdır. İşlətmək olmaz. Bu ayrı şeydir. Siz də yazın ən gözəl vaxtı haqqında işlətmək olar. Çünki yazın ən gözəl vaxtı da yazın oxulan çağı ilə eyni mənayı verir. Yəni yarpaq açan vaxtı, yarpaqların açdığı vaxt, yarpaqların açdığı vaxt, güllərin açdığı vaxt, ağacların meyvələdiyi vaxtlar belə yazın oxulan çağı mənasını verir və yazın ən gözəl vaxt mənasını verir. Yəni burada ikisi də eyni mənayı verir. Buradan qısaca yazaq, bəli. Bəli. Bu ikidə daha qəşəng yazırıq. Buradan da birini sizə verəcəm, səfərin ikinciyi verin, promoy. Nümunəyə əsasən verilmiş ifadələri izah edin. Tut ucundan göyə çıx. Yəni yağış yağır, onun sapı var, o mənayı verir də. Aha, bunu ipucu kimi verdim yəni sizə. Əslində siz yazmalıydınız bunu. Mən belə ipucu kimi yalandan zatdan verdim. Belə ucundan altından. Qızıl payız, gözəl hava. Yəni gözəl payız, qızıl payız, gözəl payız daha doğrusu buraya yazmalıyam. Gözəl payız, gözəl payız. Gözəl payız. Gözəl hava. Hava mənasını verir. Şaxta qılınc kimi kəsir havanın. Soyuq oldu vaxt. Havanın soyuq olduğu çağ gördünüz. Çağ mənası. Keçirik indi digərinə. Aha, sizcə arını qarınqulu hesab etmək düzgündürmü? Bəs bülbül haqqında boş bəkar demək doğrudurmu? Fikrinizi əsaslandırın. Məncə doğru deyil. Bu mənim fikrimdir, sizin fikriniz deyil. Məncə doğru deyil. Çünki arı da hər gün eyni işi görür. Bülbül də hər gün eyni işi görür. Arı hər gün gedir bal toplayır, bülbül də hər gün gedir nəğmə oxuyur. İkisinin də işi sənədi budur da, ikisi də bunu edir hər gün. İkisi də eyni işi gördüyü üçün heç birinə mən səfeh və qarınqulu deyə bilmirəm. İndi bəlkə də sizin fikriniz arıya qarınqulu demək demirsiniz, amma ki bəlkə də bülbülə qarınqulu səfeh deyirsiniz. Bəlkə də arıya qarınqulu deyirsiniz, bülbülə səfeh demirsiniz. Bəlkə də sizin fikriniz daha fərqlidir. Ona görə mən sizin fikrinizi bilmirəm. Canlıların faydaları haqqında araşdırma aparın. Yəni bunu siz özünüz əslində edə bilərsiniz. Yəni mən əslində deyə bilmərəm, amma ki mən yenə də biraz oxuyum sizin. Heyvanlar ümumi canlı aləminin fəkanında mühüm yer tuturlar. Bitkilərin çapraz tozlamasında, onların toxumlarının yayılmasında, torpaq əmələ gəlmə prosesində, onun üzvü maddələrlə zənginləşməsində mühüm rol oynayır. Heyvanlar ölmüş bitki qalıqlarını yeməklə, həmçinin bir çox heyvanların biofotoforlar suyunu təmizləməklə təbiətdə fəaliyyət göstərir. Heyvanlar insan həyatını gözəlləşdirir. Mən belə bir şey dedim sizin üçün. Bir də vərəqdə özüm üçün yazmışdım bir qısa məlumat. Bunu shorts videoda deyərəm sizə. Mən heyvanlar haqqında yazmışdım. Yəni siz özünüz Google'dan araşdırıb yazı da bilərsiniz. Hansı cümlə mətin ideyasını ifadə edir? Musiqi nəğmə dinləmək rahatlıq gətirir. Mətin ideyası bu deyildi. Üzr istəyirəm dostlarım. Baxın, mətin ideyası bu deyildi axı. Mətin ideyası qətiyyən bu deyildi. Məqsədə çatmaq üçün xeyli çəkmək
zəhmət çəkmək lazımdır. Baxın, onlar nəğmə də oxuyurlar, bal da toplarlar. Nə zəhmət də məqsədə, hansı məqsədə çatdılar. Ona görə bu da deyil. Mətin ideyası bu da deyil. Əgər mətin təhsil haqqında olsaydı, bəli, bunu işarə eləmək olardı. Amma mətin təhsil haqqında o deyil axı. Mətin belə təbiətin gözəlliyi haqqında. Başqalarına fayda olub, başqasını sevindirmək xoşbəxtlikçidir. Bəli, budur nəticə. Aha, budur. Bilirsiniz necə? Çünki başqalarına həm arılar və bülbüllər arı nəğmə oxuyur, dostlar. Bülbül nəğmə oxuyur. Arı da bal toplayır. Bülbül insanların ruhiyyəsini artırır. Belə onların motivasiyasını artırır da o nəğmələri ilə. Arı da insanlara bal verir. Onlara yeməyə nəsə verir. Bu mənadadır. Burada da cıyı getdi. İstəyirəm. Biraz belə. Burada da cı getdi uşaqlarım. Baxın, çağ nə idi? Zaman. Boşbəkar, işsiz, gücsüz. Baxın, bu boşbəkarlarda işləmişdi sağlıq. Aha, baxın burada. Baxın nə deyir? Bülbüllər səhərdən axşamda ki, boş bəkar oturur. Yəni boş bəkar, işsiz, gücsüz otururlar. Bu mənada. Çağ zaman demək idi. Çağ, baxın. Yazın oğlan çağında, yazın oğlan vaxtında da deyə bilərik biz buna. Sonra şövqlə, həvəslə, bəhsə girmək dediyim. O A deyir, bu B deyir. Sabahsı gün gələr görsə A deyirlər, hədəyə nəsə, belə bir şey. Belə bir şeydir də, zaten belədir də o. Sonra sizcə yazın ən gözəl vaxtı haqqında yazın oğlan çağı ifadəsini işlətmək olarmı? Fikrinizə əsaslanır. Bəli, çünki yazın oğlan çağında da yazın ən gözəl vaxtı eyni mənayı verir. Tutucundan göyə çıxdı dedim, siz yazın zəhmət deyilsizsə. Mən çünki çoxunu izah elədim. Bunu da siz yazırsınız. Sonra siz arının qarınquluda hesab etmək ki, düzgündürmə xeyli düzgün deyil. Çünki arı da eyni işi görür, bülbül də eyni işi görür, ikisi də eyni işi görür. Onların ikisinin də peşəsi budur. Bülbülün işi mahnı oxumaqdır, arının işi də bal toplamaqdır. Burada mən oxudum sizə heyvanlar haqqında. Burada da dedim. Sağ olun, görüşənə dək. Abone olmayı unutmayın. Kanala like atıp yorum yazmayı unutmayın. Sağ olun.